Sual çox qısadır. Sürət həddini 21-40 km/saat sürət limitini aşan sürücüyə, yəni 21-40 km aralığında sürət həddini aşan sürücüyə neçə manat məbləğində protokol tərtib olunur? Yolda göstərilib 60 km/saat sürət, lakin sürücü 81 km/saat sürətlə hərəkətini davam edir və xüsusi texniki qurğunun qarşısından o sürətlə keçir. Minimum 50 manatdan belə 100 manata kimi də ola bilər. Aha, 50 manatdan 100 manata qədər. Amma qanun bunu konkret bir rəqəm üzərindən deyir. Məbləğ nə qədər olmalıdır? Qısa və konkret cavab istəyəcəm. Mən nə biləm, məbləğ 100 manat. Son qərarımızdır. Bəli. 100 manat. Bəli. Qəbul edin.